Avqustun 27'si Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, güclənən şimal-qərb küləyi əsəcək. Temperatur gecə 21-24, gündüz 28-31 dərəcə, isti atmosfer təzyiqi isə 758 mm civə sütunu olacaq. Sabah Naxçıvanda da demək olar ki, yağıntı ehtimalı yoxdur. Havanın temperaturu 29-32 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi rayonlarında, xüsusən də dağ-ətəyi və dağlıq rayonlarda fasilələrlə yağış yağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək. Gecə və səhər dağlıq ərazilərdə arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 21-26, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz isə 20-25 dərəcə isti olacaq. İstənilən havada hər birinizə xoş əhval arzu edirik.